Şeytanın müasir hücum üsulları. 1. Günahı bəzəyir. Çirkin olanı məntiqli, normal və cəlbedici bir qaplamada təqdim edir. 2. Bəhanə yaradır. Şərait bunu tələb edirdi deyərək vicdanı rahatladır və haqlı göstərir. 3. Addım-addım yaxınlaşır. Böyük günahlara sadəcə bu qədər deyərək kiçik addımlarla alışdırır. 4. Ümidi kəsir. Allah səni bağışlamaz deyərək insanı tövbədən və rəhmətdən uzaqlaşdırır. 5. Günahı trend edir. Sosial mediada pis əməlləri populyar göstərir. İnsan hamı edir düşüncəsi ilə günahı adi qəbul edir. 6. Vaxtı israf etdirir. İnsanı məqsədsiz oyun və boş əyləncə ilə məşğul edərək ibadətdən və faydalı işlərdən uzaqlaşdırır. 7. Haqqı qarışdırır. Doğru ilə yanlışı qarışdırır ki, insan nəyi müdafiə etdiyini belə bilməsin. 8. Qəlbi sərtləşdirir. Davamlı günah etdikcə insan artıq pisliyi hiss etmir, vicdan zəifləyir. 9. Tənhalığı artırır. İnsanı cəmiyyətdən, ailədən və salih insanlardan uzaqlaşdırır ki, təsir altına salmaq daha asan olsun. 10. Riyakarlığı təşviq edir. İbadəti belə Allah üçün yox, insanlar üçün etməyə sövq edir. 11. Sonra edərəm düşüncəsi verir. Tövbəni, yaxşı əməlləri gecikdirməyə vadar edir. Halbuki həyatın nə vaxt bitəcəyi bilinmir. 12. Şübhə salır. Din, iman və həqiqətlər barədə şübhələr yaradaraq insanın daxilində qarışıqlıq yaradır.